Salam, bugün gəlin çox aktual bir mövzuya toxunaq, arıqlamaq. Amma yox, bu dəfə qısa müddətə möcüzələr vəd edən pəhrizlərdən danışmayacağıq. Gəlin bütün o səsküyü bir kənara qoyaq və mütəxəssislərin, diyetoloqların həqiqətən nə tövsiyə etdiyinə baxaq. Yəni söhbət sağlam və ən əsası qalıcı nəticələrdən gedir. Yəqin ki, hamımız o bir həftəyə 5 kilo vədlərindən, işə yaramayan sehirli çaylardan bezmişik. Düzünü desək, adamda bir müddət sonra ümidsizlik yaradır, elə deyilmi? Amma heç narahat olmayın, çünki bugün biz problemə yox, onun həllinə fokuslanacağıq. Və bu həll yolu sadəcə nə yeyib içməyimizlə bağlı deyil, əsas məsələ düşüncə tərzimizi dəyişməkdir. Məqsədimiz mütəxəssislərin də dəstəklədiyi, həqiqi və davamlı nəticələr verən addımları sizə aydın şəkildə göstərməkdir. Yaxşı, hazırsınızsa başlayaq. Sağlam arıqlama prosesində beynimizdə etməli olduğumuz ilk və bəlkə də ən vacib dəyişiklik bax budur. Diqqətimizi nə qədər yediyimizdən nə yediyimizə yönəltmək. Yəni, söhbət daha az yeməkdən yox, daha keyfiyyətli yeməkdən gedir. Bax bu cümlə, diyetoloqların bizə verdiyi ilk və ən qızıl qaydadır. Təsəvvür edin, siz bədəninizi ac saxlayanda, o bunu bir təhlükə siqnalı kimi qəbul edir və dərhal özünü qoruma rejiminə keçir. Nəticə, maddələr mübadiləsi kəskin şəkildə yavaşlayır və pəhrizi saxlayan kimi itirdiyiniz çəki 2 qat geri qayıdır. Unutmayın, sağlamlıq ac qalmaqla deyil, bədəni düzgün qidalarla doyurmaqla əldə edilir. Bu hər kalorinin eyni olmadığını əla şəkildə izah edir. Baxın, 100 kalorilik bir şirniyyatla 100 kalorilik bir ovuc badamın bədənə təsiri tamamilə fərqlidir. Biri qan şəkərini bir anda göyə qaldırır və yarım saat sonra sizi yenidən acdırır. O biri isə sizi saatlarla tok saxlayır, bədəninizi zulal, lif və sağlam yağlarla təmin edir. Deməli, əsas məsələ rəqəmlərdə yox, yediyimizin içindəkilərdədir. Yaxşı, bəs bu boş kaloriyaların əsas günahkarları kimlərdir? Siyahının başında əlbəttə ki, şəkər və ağ un dayanır. Ağ çörək, bulkalar, şirniyyatlar, qazlı içkilər, bunlar qan şəkərini ani olaraq yüksəldir və aclıq hissini daha da tətikləyir. Amma mütəxəssislər deyir ki, bunları həyatınızdan tamamilə çıxarmağa ehtiyac yoxdur. Əsas məsələ tədricən, addım-addım azaltmaqdır. Qidalanma məsələsini biraz aydınlaşdırdıqsa, gəlin ikinci vacib dəyişikliyə keçək. Unutmayın ki, arıqlamaq sadəcə boşqabımızda olanlarla bitmir. Bu, ümumi həyat tərzimizi əhatə edən bir prosesdir. Məsələn, adi su. Çoxumuz aclıq hissini əslində susuzluqla səhv salırıq. Gündə təxminən 1,5-2 litr su içmək həm maddələr mübadiləsini sürətləndirir, həm bədəndəki şişkinliyi azaldır, həm də iştahı nəzarətdə saxlamağa kömək edir. Bu, bəlkə də edə biləcəyimiz ən sadə, amma ən təsirli dəyişikliklərdən biridir. Bax, bu cümlə məncə bütün bəhanələri ortadan qaldırır. Çox vaxt idmana getməyə vaxtım yoxdur deyirik. Amma diyetoloqlar vurğulayır ki, vacib olan saatlarla idman zalında tər tökmək deyil. Vacib olan ardıcıl şəkildə hərəkətdə olmaqdır. Hər gün sadəcə yarım saatlıq gəzinti, lift yerinə pilləkənləri seçmək, evdə bir neçə yüngül hərəkət etmək, bunların hamısı kiçik görünsə də, toplananda həqiqətən böyük fərq yaradır. Yadda saxlayın, məqsəd mükəmməl olmaq deyil, hərəkətli olmaqdır. Və gəldik çox vacib bir məqama. Bəzən deyirik ki, hər şeyi düz edirəm, amma çəki azalmır. Səbəb, gözümüzdən qaçan 2 faktor ola bilər: yuxu və stres. Yuxusuzluq, acılıq hissini artıran hormonları bir növ oyadır. Stres isə bizi təsəllini yeməkdə axtarmağa sövq edir. Deməli, sağlamlıq bütöv bir yanaşma tələb edir. Təkcə yemək və idmanla bitmir. Gəldiyi üçüncü və bəlkə də hamımız üçün ən çətin olan dəyişikliyə. Biz təbiətən səbirsizik, dərhal nəticə görmək istəyirik, amma unutmayın, sağlamlıq 100 metrlik bir qaçış deyil, uzun bir marafondur. Məqsədimiz yavaş, amma sabit və buna görə də qalıcı bir irəliləyiş olmalıdır. Yaxşı, bəs sağlam sürət nə deməkdir? Mütəxəssislərin demək olar hamısı eyni fikirdədir. Ayda 2-4 kiloqram arıqlamaq ən ideal göstəricidir. Gördüyünüz kimi bu hədəfdən daha sürətli çəki itirmək artıq bədən üçün bir şok deməkdir və adətən yaxşı nəticələnmir. Bəs niyə risklidir? Çünki bədən sürətlə arıqlayanda təkcə yağdan yox, sağlamlığımız üçün həyati vacib olan əzələ kütləsindən də itirməyə başlayır. Bu isə maddələr mübadiləsini daha da yavaşladır. Nəticədə pərhiz bitən kimi itirilən çəki hətta bəzən daha artığı ilə geri qayıdır. Unutmayın, davamlılıq sürətdən qat-qat daha vacibdir.
Bütün bu dediklərimizi daha keyfiyyətli qidalanmaq, hərəkət etmək və səbirli olmaq bir araya gətirən son və ən fundamental bir düşüncə var. Bu proses özünü cəzalandırmaq prosesi deyil. Bu tam əksinə, özünə dəyər vermək, özünə qayğı göstərmək prosesidir. Bax bu, bəlkə də bugünkü söhbətimizin ən güclü, ən əsas mesajıdır. Sağlam qidalanmaq, bədənini hərəkət etdirmək, kifayət qədər yatmaq. Bunların hamısı əslində bədənimizə və ruhumuza göstərdiyimiz hörmətin təzahürüdür. Məqsəd sadəcə tərəzidəki rəqəmi azaltmaq yox, ümumi sağlamlıq və rifah hissini artırmaq. Sonda isə sizi bu sualla baş-başa buraxmaq istərdim. Bir anlıq düşünün, sizin üçün bu prosesdə ən çətin olan nədir? Bəlkə köhnə yemək vərdişləri, bəlkə motivasiyanı saxlamaq, bəlkə də ətrafın təzyiqi. Özünüz üçün ən böyük maneənin nə olduğunu bilmək, onu dəf etmək üçün atılan ilk addımdır. Dinlədiyiniz üçün təşəkkür edirəm, sağlam qalın.